Arı pətəklərinin havası ilə müalicəyə başlanılıb. Türkiyənin Egey dənizi sahillərində qeyri-adi sağlamlıq xidməti istifadəyə verilib. Arı pətəklərinin havası ilə nəfəs alma yolu ilə aparılan apiterapiya. Təşkilatçıların sözlərinə görə bu üsul miqren, allergiya kimi problemlərlə mübarizədə və ümumi sağlamlığın yaxşılaşdırılmasında kömək edir. Xüsusilə də ənənəvi müalicə ilə birlikdə tətbiq edildikdə. Qonaqlar birbaşa arı təsərrüfatında yerləşən rahat taxta evlərdə yerləşdirilir. Seanslar gündə 3 saat davam edir və 45 dəqiqəlik intervallara bölünür. Hər 15 dəqiqədən bir pətək dəyişdirilir. Pətəyin özünə məxsus arı qoxusu və mikroflorası var. Qeyd edək ki, terapiya zamanı arılarla birbaşa təmas olmur. Onlar xüsusi divar arxasında qalır. Pətəklər xüsusi filtrlərlə təchiz olunub və bu filtrlər yalnız pətəkdən gələn zəngin hava axınını buraxır. Türkiyə rəsmiləri bu müalicə üsulunun sadəcə marketinq olmadığını, alternativ tibbin ciddi bir hissəsi olduğunu da bildirib. İnsana ilk dəfə süni ürək transplantasiya edilib. İsraildə ilk süni ürək transplantasiya əməliyyatı uğurla həyata keçirilib. Tarixi əməliyyat nəticəsində 63 yaşlı xəstənin həyatı xilas edilib. 7 saat davam edən əməliyyat baş kardioloq və Həddasah Ürək İnstitutunun direktoru professor Ofer Əmirin rəhbərlik etdiyi kardiocərrahlar qrupu tərəfindən həyata keçirilib. Prosedur zamanı xəstənin ürəyi tamamilə çıxarılıb və yerinə süni orqan qoyulub. Qeyd edək ki, implantasiya edilmiş ürək heyvan toxuması ilə birləşdirilən titandan hazırlanıb və qabaqcıl sensorlarla təchiz edilib. Bu yüksək texnologiyalı cihaz orqanizmə həyati funksiyalarını saxlamağa imkan verir. Süni ürəyin qiyməti təxminən $455.000, yəni 773.500 manatdır. Əməliyyatın uğurla başa çatması İsraildə ürək cərrahiyyəsinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir və ağır ürək xəstəlikləri olan xəstələr üçün yeni imkanlar açır. Böyük Britaniyada 10 milyondan çox insanın əziyyət çəkdiyi miqren xəstəliyinə qarşı sosial şəbəkələrdə yeni Mac Migraine adlı üsul viral hal alıb. İddialara görə qazlı kola və duzlu kartof qızartması miqren tutmalarını yüngülləşdirir. TikTokda yüzlərlə istifadəçi bu kombinasiyanın faydasını gördüyünü bildirib. Ancaq mütəxəssislər bu üsula ehtiyatla yanaşmağı tövsiyə edir. Miqren Trust Fondunun nümayəndəsi həkim Kay Kennis bildirib ki, koladakı kafein bəzən sinir sisteminə müsbət təsir göstərərək miqreni azalda bilər. Lakin bu təsir hər kəsdə eyni olmur. Üstəlik, kafeinin həddindən artıq istifadəsi miqreni daha da şiddətləndirə bilər. Bəzi insanlar isə kartof qızartmasındakı duzun kömək etdiyini iddia edir. Amma alimlər bu təsirin elmi sübutlarla təsdiqlənmədiyini bildirib. Bundan əlavə, fast food qidaların tərkibində miqrenə təsir edən tiramin maddəsi də ola bilər. Nəticə olaraq bu Mac Migraine üsulu bəzi insanlara müvəqqəti rahatlıq versə də, onu müalicə kimi qəbul etmək risklidir. Həkimlər miqrenin ciddi nevroloji xəstəlik olduğunu vurğulayaraq hər hansı qeyri-adi üsulu sınamadan əvvəl tibbi məsləhət alınmasını tövsiyə edir. Alimlər uzun müddətli neyron aktivliyini izləyə bilən yüksək dəqiqlik analizatoru hazırlayıb. Yaponiyanın Tsukuba Universitetinin tədqiqatçıları sərbəst hərəkət edən siçanlarda eyni neyronları 99 gün ərzində izləməyə imkan verən innovativ neyron analizatoru Galiali adlı yeni alət təqdim edib. Bu metod kalsium vizualizasiyası texnologiyasına əsaslanır və neyroaktivliyin uzun müddətli qeydi zamanı yaranan əsas texniki çətinlikləri aradan qaldırır. Galiali beyin aktivliyinin video yazılarını birləşdirərək artefaktları və artıq siqnalları aradan qaldırır. Nəticədə neyron aktivliyin təmiz və fasiləsiz qeydlərini bərpa edir. Alət beyin bölgələri ilə işləyərkən yüksək dəqiqlik nümayiş etdirib və məkan kodlaşdırılması ilə neyron izlənməsinin etibarlılığını artırıb. Bu texnologiya yaddaşın formalaşması, neyrodinamikaların uzun müddətli öyrənilməsi və nevroloji xəstəliklərin inkişaf prosesinin araşdırılması sahəsində yeni imkanlar açır. Son illərdə turş albalı, xüsusilə Montmorency növü sağlamlığa müsbət təsiri ilə bağlı elmi dairələrdə maraq doğurur. Tədqiqatlar göstərir ki, turş albalı güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Tərkibindəki antosianin, melatonin və flavonoidlər sayəsində bu meyvə bədənin bərpa prosesini sürətləndirə, əzələ ağrılarını azalda və yuxu keyfiyyətini yaxşılaşdırır. Bəzi klinik araşdırmalar albalı konsentrantının fiziki məşqlərdən sonra bərpa prosesini sürətləndirdiyini
göstərdiyini, yuxunu dərinləşdirdiyini və arterial təzyiqi aşağı saldığını ortaya qoyub. Həmçinin ürək, damar və metabolik sağlamlığa potensial təsirləri də qeyd olunur. Ümumilikdə turşal balı əlavə olaraq istifadə edildikdə sağlamlıq üçün təbii və təhlükəsiz dəstək hesab olunur. Lakin daha geniş və uzun müddətli tədqiqatlara ehtiyac var ki, bu meyvələrin faydaları və optimal dozası tam təsdiqlənsin. Yeni bir süni intellekt testi prostat xərçəngi olan kişilərin nəticələrini dəyərləndirməklə ən optimal müalicə metodunu müəyyən edir. Prostat xərçəngi 4 kişidən biri üçün ölüm riskidir. Kişilərdən ən çox yayılmış xərçəng formalarından biridir və Avropa İttifaqında hər il bu diaqnoz təxminən 336 min nəfərə qoyulur. Bunun üçün də xəstəliyin doğru müalicəsi həyat əhəmiyyətli məsələdir. Onlayn testə yüklənən müayinə nəticələrinə uyğun olaraq süni intellekt ən çox və tez təsir edə biləcək müalicə üsulları və preparatları məsləhət görüb. Mindən çox kişinin biopsiya şəkillərinə tətbiq edilən testin cavabları alimləri heyrətə gətirib. Böyük Britaniya institutları tərəfindən aparılan araşdırmaya görə bu o deməkdir ki, abirateronun doğru xəstələrə doğru zamanda verilməsi onların proqnozunu yaxşılaşdırmağa kömək edə bilər. Həmçinin dərmandan fayda görməyən xəstələrin həddindən artıq müalicəsindən qaçınmaq olar. Hormon inyeksiyaları sümük sağlamlığına mənfi təsir göstərir. Yeni araşdırmalar göstərib ki, uzun müddətli hormon inyeksiyaları, xüsusən də steroid tərkibli olanlar sümük toxumasının parçalanma sürətini artıra bilər. Harvard Tibb Məktəbi və Mayo Klinikasının alimləri tərəfindən aparılan tədqiqatda qeyd olunur ki, bu cür inyeksiyalar osteoporoz riskini artırır və sümük sağlığına ciddi azalmaya səbəb ola bilər. Tədqiqat çərçivəsində 50 yaşdan yuxarı 2000-ə yaxın insanın məlumatları təhlil edilib. Məlum olub ki, müntəzəm hormon inyeksiyası alan şəxslərdə sümük qırığı riski 30% daha yüksəkdir. Alimlər xəbərdarlıq edir ki, bu müalicə forması yalnız ciddi tibbi zərurət olduqda və həkim nəzarəti altında tətbiq edilməlidir. Mütəxəssislər hormon müalicəsi zamanı sümük sağlamlığını qorumaq üçün kalsium və D vitamini qəbulunu artırmağı, həmçinin fiziki aktivliyi tövsiyə edirlər. Karbon qazını udan bina fasadları hazırlanır. Avropanın 4 ölkəsindən alimlər binaların fasadlarına tətbiq olunacaq xüsusi canlı döymə texnologiyası üzərində işləyir. Bu texnologiya sayəsində fasadlara mikroorqanizmlərlə zəngin bioplyonkalar çəkiləcək. Onlar karbon qazını udacaq, binaları qoruyacaq və qaranlıqda işıqlar saçacaq. Sistem 2 təbəqədən ibarət olacaq. Əvvəlcə fasada xüsusi pigmentlərlə naxış çəkilir. Daha sonra həmin sahələrə mikroorqanizmlərdən ibarət bioplonka tətbiq olunur. Bu bioloji örtük fotosintez qabiliyyətinə malik olacaq, ətraf mühitin bioloji üsullarla təmizlənməsinə kömək edəcək və zədələnmiş səthləri öz-özünə bərpa edə biləcək. Layihə çərçivəsində bioloji mürəkkəbi səthə dəqiq şəkildə səpələyən xüsusi çap texnologiyası hazırlanır. İstifadə olunan mikroorqanizmlərin növləri hələ açıqlanmasa da, alimlər davamlı və çətin şəraitlərə tab gətirən növlərə üstünlük verir. Layihənin əsas mərhələlərin yaxın 4 il ərzində tamamlanacağı gözlənilir. Orta yaşda vərdişlərin dəyişdirilməsi ömrü uzadır. Finlandiyanın Helsinki Universitetinin alimləri uzun müddətli və geniş miqyaslı araşdırma apararaq maraqlı nəticəyə gəliblər. Orta yaş dövründə, yəni 40-50 yaşlarında sağlam həyat tərzi istiqamətində atılan addımlar insanın ömrünü uzada bilər. Tədqiqat göstərib ki, çəkinin azaldılması və bu prosesin davamlı olması, vərdişlərin dəyişməsi sağlamlığa əhəmiyyətli dərəcədə müsbət təsir edir. Ən maraqlısı isə odur ki, bu dəyişikliklər yalnız gənc yaşlarında deyil, yetkin yaş dövründə də təsirli olur. Yəni, əgər 40 yaşdan sonra fast foodu yulaf sıyığı ilə əvəz etsəniz, liftdən istifadə əvəzinə pilləkəndan qalxsanız, bədəniniz sizə sadəcə təşəkkür etməyəcək, həm də ömrünüzü uzadacaq. Alimlər illərlə iştirakçıların həyat tərzini müşahidə edərək belə nəticəyə gəlib ki, sağlam qidalanma və fiziki aktivliyin artırılması kimi dəyişikliklər heç vaxt gec deyil, əksinə, vaxtında edilən addımlardır.
Layla demək emosional intellekti formalaşdırır. Uşağın İnkişafı jurnalında dərc edilmiş yeni beynəlxalq araşdırma sübut edib ki, laylalar körpələrin xoşbəxtliyi və sakitliyi üçün güclü vasitədir və körpənin inkişafına müsbət təsiri uzun müddət davam edir. Amerika Birləşmiş Ştatlarının Yale Universiteti, Yeni Zelandiyanın Auckland Universiteti və digər aparıcı dünya institutlarının alimləri unikal təcrübə aparıblar. 10 həftəlik proqramda təxminən 4 aylıq körpələri olan 110 ailə iştirak edib. Valideynlər və körpələr iki qrupa bölünüb. Musiqi qrupunun valideynlərində gündə bir neçə dəfə övladlarına mahnı oxuyub, gecələr layla deyib. İkinci qrup isə normal həyatına davam edib. Hər iki qrupa günün müəyyən saatlarında video çəkib öz əhvalını paylaşmaq tapşırılıb. Nəticədə gün boyu uşaqlarına nəğmə deyən ailələrdə uşaqların yalnız əhvalını deyil, emosional intellektin daha tez inkişaf etdiyi aşkar edilib. Rəngli və sağlam qidalanma xəstəliklərin qarşısını alır. Böyük Britaniyada aparılan geniş miqyaslı tədqiqatın nəticələrinə görə balanslı və rəngarəng qidalanma xroniki xəstəliklərə və erkən ölümə qarşı qoruyucu təsir göstərir. Tədqiqatda Britaniya Biobankı adlı layihə çərçivəsində 124.805 nəfər iştirak edib. Ümumilikdə bu biobankda 500 mindən çox insanın məlumatları toplanılıb. İştirakçılar əsasən 40 yaş və yuxarı olan şəxslər olub və orta yaş həddi təxminən 60 yaş təşkil edib. Tədqiqat 8,7-10,6 il ərzində aparılıb və bu müddət ərzində alimlər iştirakçılar arasında ölüm halları və bir sıra xroniki xəstəliklərin, məsələn, ürək-damar xəstəlikləri, ikinci tip şəkərli diabet, xərçəng, tənəffüs sistemi və neyrodegenerativ xəstəliklərin yayılmasını izləyiblər. Nəticələr göstərib ki, qidalanmada müxtəlif fitokimyəvi maddələrlə zəngin rəngarəng meyvə və tərəvəzlərə üstünlük verən şəxslərdə bu xəstəliklərin yaranma riski əhəmiyyətli dərəcədə aşağı olub. Hər rəngli qida müəyyən faydalı maddələrlə zəngindir. Məsələn, qırmızı pomidor ürək sağlamlığını dəstəkləyir, yaşıl tərəvəzlər immuniteti dəstəkləyir, narıncı və sarı qidalar gözləri qoruyur, mavi və bənövşəyi meyvələr isə beyin fəaliyyətinə müsbət təsir göstərir. Mütəxəssislər hər gün müxtəlif rəngli meyvə və tərəvəzləri istehlak etməyi və təbii işlənmiş məhsullara üstünlük verməyi tövsiyə edir. Bu həm sağlam, həm də balanslı bir qidalanma üsuludur. Uzun müddətli susqunluğun təhlükəli nəticələri açıqlanıb. Öz istəyi ilə uzun müddət danışmamaq insan beyninə mənfi təsir göstərir. Bu barədə Rusiyalı patofizioloq Sergey Stepanov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə belə susqunluq beyində nitqə cavabdeh olan qabıq nahiyəsinin funksiyalarının zəifləməsinə səbəb olur. Uzun müddət danışmamaq beynin nitq funksiyasına cavabdeh olan qabıq hissəsinin fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Bu zaman həmin nahiyədəki neyronlar arasındakı əlaqələr zəifləyir və insan əvvəlki kimi səlis danışmaqda çətinlik çəkir. Bununla belə həkim qeyd edib ki, danışmağa yenidən başladıqda bu əlaqələr zamanla bərpa olunur və nitq normal vəziyyətinə qayıdır.